Məktəbə bir gün Necəsən, imtahan getməyəndə. necə keçdi? Yaxşı keçdi, 5 aldım. Necə yəni Aha. 5? Hə, köçürülmüsən yəqin ki. Ay yox, müəllimə evlənir, hamıya 5 qoydu. İlin axırına kimi hamıya 5 qoyub. Necə yəni 5 qoy? Ay bir də komissiya gəlmişdi, bufetdə steyklər paylayırdılar. Oyda. Free, nuggets, burger, hamısını pulsuz verirlər. Necə yəni pulsuz? Amma elə heçdədir. Fiziki tərbiyə dərsində bilsən kim gəlmişdi bizə? Kim görmüşdü? Cristiano Ronaldo gəlmişdi. O bizim futbol oynamışdı və mən onunla şəkil çəkdirdim. Gör necə alındı. Şəkil. Amma bu elə boş şeydir. Ədəbiyyat dərsində bizə aktyorluq kursları keçmişdilər. Özdə bilsən kim? Angelina Jolie. Mən onu sevirəm axı. Ha bir də o bizim общий sinif şəklimizə baxmışdı, səni soruşurdu. Bəs siz nə dediniz? Heç nə, biz dedik ki, sən xəstələnmisən. Angelina. Bir də o Hayda. demişdi ki, sən Leonardo DiCaprio oxşuyursan, səni Hollywooda aparmaq istədi. Amma biz ona dedik ki, Hayda. lazım deyil. Amma bir şey bundan sonra sənə dostluq eləmək istəmirəm. Ariflə dostluq eləyəcəm. Sağ ol. Həqiqətən Allah, bir necə- gün məktəbə getməyəndə o vaxt uşaqlarda hər şey bir-birinə qarışır.